Əziz, çoxdan da səni görmürük həqiqətən də. Yəni bu podkastda gözlə ki, Əziz gələcək. Hə, inşallah gəldin. Hardaydın belə? Uzun zaman, yəni bir ildən çox bir müddət oldu artıq. Mən o vaxtı burada çıxanda Südsayın ilk bazasını keçmişdim Aha. və o bilgilərlə danışırdım. Sonra elə oldu ki, artıq öz üzərimdə çalışdım, təcrübələr topladım, seanslar elədik, konsultasiyalar elədik və getdim Südsayın professional hissəsini oxuyub bitirdim. Sonra yenə dayanmadım, üstündən bir müddət sonra keçdi, artıq koçluğu bitirdim. Yəni Südsayın 3 sinifi var, hər üçünü də bitirdim. Bu günləri rəqəmsal koç sayılıram, mini MBA aldım. Bu gün Avropada, dünyanın 181 ölkəsində rahat şəkildə çalışa biləcəyim diplomları əldə elədim. Yəni bitirdim və hal-hazırda namizədliyimi trenerliyə vermişəm ki, gələcəyində qismət olsa, bu yenə əmin deyiləm, amma qismət olsa, Azərbaycan dilində də bu elmin tədrisi olsun. Çox super. Bəs yaxşı, belə deyim də, sənin profi və koçluğun yaxşı, indi o bizə nə verir? Əslində kifayət qədər informasiya verirdi əvvəldə. Bu indi mən təsəvvür eləmirəm nə verə bilər, daha böyük informasiya. Prof daha çox insanın professional kompetensiyalar üzərində işləməyə başlayır. Var şəxsi kompetensiyalar. Bu bizim doğum tariximizdir, bu bizim matrisadır, portfoliodur. Yəni sənin doğum tarixində 3 yoxdursa, bu analizin olmamağına gətirir. 4 yoxdursa hədəf yaza bilmirsən, 5 yoxdursa sosial deyilsən, özünü Instagramda göstərmirsən və yaxud da sosial aktiv deyilsən, bunu bərpa eləmək olar. Bu şəxsi kompetensiyalardır. Biri də var ki, professional bacarıqlar. Yəni mən bunu anlayanda ki, insan professional bacarıqlarını inkişaf elətdirəndə bütün bizneslərdə uğur qazana bilir. Və professional artıq hissə, yəni Südsayın professional hissəsi daha çox biznesə yönəlikdir. Biznesin analizidir, biznesin qurulmasıdır və daha dərindən insanın emosiyalarını araşdırır. Nə, niyə baş verir, hisslərimiz necə olur, şuur sayına, düşüncə, fikir addımları necə olmalıdır. Xod мысли hesab olunur da, yəni biz necə düşünürük, daha dərindən araşdırır. Bura qədər sadəcə rəqəmlər idisə, mən həmişə deyirəm, seansda yanmacayan adamlar olur. Rəqəmlərdən demək olar ki, heç danışmırıq. Heç danışmırıq. Hə, yəni sırf insanın özü ilə, problemi ilə problemə yönəlik və tamamilə problem üzərindən söhbət gedir. Belə psixoloji seansa keçirdi onda elə. Da psixoloji deməyək də koçluq olur. Yəni suallarla şəxsi inkişaf baxımından da, sırf şəxsi inkişafa yönəlir. Yaxşı, bax sən professional kompetensiyalar dedin də, yəni okey, bizim nə professional kompetensiya, mən sadəcə onu ayırd eləmək istəyirəm də. Yəni bizim onsuz da bir nəsə var idi da bizdə. Bu professional kompetensiyalar hardan çıxır? Doğum tarixində misal üçün bir var, hər kəsdə bu 1900-cü illərin hamısında var. Bir qərar qəbul eləmədi. Əgər bizim doğum tariximizdə bir dənə bir varsa, biz 50% qərar qəbul edə bilərik, tam cəsarətli olmaya bilərik. 2 dənə bir varsa, 100% qərar qəbul eləməmiz var. 2 varsa insanları başa düşə bilirik, anlaya bilirik. Yoxdursa anlaya bilmirik və portfolioya ən gec oturan kompetensiyadır insanları anlamaq üçün 2. Ən gec oturan 2 rəqəm var doğum tarixində. Biz bunun bərpasında öyrəndik. Yəni bundan əvvəl yox idi. Biz sadəcə məlumat verirdik ki, belədir. Bu gün bunun bərpası mümkündür ki, mən bunu necə bərpa eləyə bilərəm? Hansı vərdişləri öz üzərimdə götürməliyəm ki, bunu bərpa eləyim? Bu var. Və doğum tarixində misal üçün 2 insanları başa düşmədir. 3 analizdir, situasiyanı analizdir. Sadəcə sənin həyatında nəsə baş verir, kimsə sənə nəsə dedi, bunu necə analiz eləməlisən sən, necə özünü tanımalısan və anlamalısan. Budur. İndi bunu mən keçirdirəm professional kompetensiyalara. Bir strategiyadır. Yəni sənin şirkətinin illik satış strategiyası nədir? Nə qədər satış eləməyə fikirləşirsən? Və yaxud da ayda burada misal üçün də sağlam həyatda neçə nəfəri qəbul eləmək strategiyan var. Bu birinci strategiyadır. İkinci strategiya diplomatiyadır. Sən kimlərlə münasibət qurmalısan ki, buranı daha çox inkişaf elətdirəsən. Üçüncü kompetensiya gedir analiz navigodur, çıxarın analizi. Və bunun özü tək çıxar analizi. Yəni bizneslərdə çox önəmli olan bir mövzudur. Niyə? Çünki biz hansısa bir biznesə başlayanda onu hesablaya bilmirik ki, oradan nə qədər qazanacağıq. Ümumiyyətlə ora girmək məqsəd yönlüdür yoxsa məqsəd yönsüzdür? Məqsəd yönlülük 3 məcrada hesablanır da. Dövlət qanunlarına baxılır, dini qanunlara baxılır, bir də adət-ənənəyə baxılır. Misal çəkirəm,